qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. O gün Allah onları və onların Allahdan başqa sitayiş etdiklərinin hamısını məhşər ayağında cəm edərək deyəcək: Mənim bu qullarımı haq yoldan sizmi azdırdınız? Yoxsa onlar özləri azdılar? Onlar deyəcəklər: Sən pak və müqəddəssən. Sənin əvəzinə özümüzə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda zikri də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir zümrüyə çevrildilər.